Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-li həmkarı Donald Trumpın dəvəti ilə bu gün məhdud sayda müsəlman liderləri ilə Qəzzada davam edən müharibə ilə əlaqədar toplantıya qatılacaq. Görüşün Bakı vaxtı ilə saat 22:30-da başlaması gözlənilir. Toplantıya Səudiyyə Ərəbistanı, Misir, Qətər, İordaniya, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan və İndoneziya liderlərinin qatılacağı gözlənilir. Amerika mətbuatında yer alan iddialara görə Ağ Ev dəvət olunmuş müsəlman ölkələrindən Qəzzanın müharibədən sonrakı rekonstruksiya və yenidən qurma planında iştirak etmələrini və hətta İsrail ordusunu əvəz edəcək sabitləşdirmə qüvvələrinin formalaşdırılması üçün qoşun göndərmələrini istəyir. Trumpın müsəlman ölkələri ilə gözlənilən görüşü zamanı Netanyahuya müharibəni dayandırması üçün təzyiq edəcəyi də gözlənilir. Təbii ki, belə olan halda Tel Aviv də öz təkliflərini irəli sürə bilər. Böyük ehtimalla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Trumpın görüşündə, o cümlədən Ərəb ölkələri ilə görüşdə müəyyən bir razılaşma əldə edilə bilər Qəzza böhranının həlli ilə bağlı. Əgər Amerika, Avropa və Körfəz ölkələrinin, yəni Türkiyədə daxil olmayan Körfəz ölkələrinin iştirakı ilə razılaşma əldə edilərsə Qəzza ilə bağlı və İsrailə təzyiq edilərsə, İsrail də qarşılığında məhz öz şərtlərini, yəni Həmasın tamamilə silahsızlaşdırılmasını, bölgədən çıxarılmasını irəli sürəcək. Ekspertlərin fikrincə, ABŞ prezidenti Donald Trumpın müsəlman ölkələri ilə görüşü müsbət addım kimi qiymətləndirilsə də, bu görüşlərin konkret nəticələrə gətirib çıxaracağı bəlli deyil. Çünki indi gündəmdə Trump administrasiyasının BMT Baş Assambleyasının sammitinə gedən Fələstin administrasiyasının rəsmilərinə sanksiya tətbiq etməsi faktı da var. Paralel olaraq İsrail tərəfi qeyd edib ki, Qərb ölkələrinin Fələstini rəsmi olaraq tanımasına cavab olaraq işğal olunmuş İordan çayının qərb sahilinin bəzi hissələrini ilhaq edə bilər. Tüm bunların fonunda Fələstin məsələsinin həll yolunun gözləniləndən bir qədər də uzun çəkəcəyi ehtimal edilir. İsrail Fələstin dövlətinin yaradılması özünün milli təhlükəsizliyinə təhdid olaraq görür. Ona görə də bu istiqamətdə atılan addımları bütün gücü ilə əngəlləməyə çalışır. Bu baxımdan hesab edirəm ki, müstəqil Fələstin dövlətini tanıyan ölkələrin sayının artmasına və İsrail üzərində beynəlxalq təzyiqlərin güclənməsinə baxmayaraq, hazırki hakimiyyət dönəmində Fələstin probleminin həlli istiqamətində atılan addımların praktiki mexanizmə çevrilməsi mümkün deyil. Bu baxımdan hesab edirəm ki, Trump tərəfindən səsləndirilən təkliflərdən Netanyahu hakimiyyəti dönəmində reallaşa bilməz. Hər bir halda Fələstini artıq bir çox ölkə tanımağa başlayıb. Həm müsəlman ölkələrinin, həm də Avropa İttifaqının təzyiqləri fonunda İsrail və Fələstin münasibətlərində yeni mərhələnin olacağı proqnozlaşdırılır.